Ağadadaş Ağayev özündən çıxdı. Nadan adamların fikridir. Xalq artisti kimə əsəbləşdi? Onların niyyəti öz başına düşsün. Onun bu sözləri hansı həmkarına ünvanlanıb? Mənim arxamda elə durdu. Birazdan Ən ağır işimdir ha bu. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. sənətçi səhhətində problem yaranması ilə bağlı gəzən şayələrə son qoydu. Onların niyyəti öz başına düşsün. Bu qədər danışırlar ki, mənim səhhətim Allaha şükür yerində, hər şey yerində. Çox şükürlər olsun ki, yüksək o belə necə deyirlər, tibbi nəzarətdən sonra mən bəlkə də 10 illər bundan əvvəl belə sağlam olmamışdım. Çünki bəlkə də fikir verməmişdim, amma indi çox sağlamam, Allaha çox şükürlər olsun. Amma niyyətlər fərqli olduğuna görə müxtəlif neqativ fikirlər səslənir. Mən onları əslində heç qınamıram, deyirəm Allah onlara hidayət versin. Çünki onlar da yazı pozurlar da, amma özləri də bilmir nə yazır, nə pozur, nəyin fişindədir, nəyin dərdindədir. Allah onlara hidayət versin. Bəlkə o yazıda, o başlıqda o bir şeylər qazanır, ona elə gəlir ha. Ona elə gəlir ki, bəlkə bir şeylər qazanır. Amma o cür qazanmaq, yəni nadan adamların fikridir. Ancaq onlar o məntiqə, o nəticəyə gələ bilərlər. Mən elə adamları yəni normal qarşılamıram. Sənətindən söz salıb, yaşananları görməzdən gəldi. Sənətin keşiyində duran insanlar var ha. Onlar Allah tərəfindən seçilmiş insanlardır. Onlar o xidməti eləyəcəklər, göstərəcəklər. Kim nə istəyir eləsin, kim istəyir ki, onu nərdivandan aşağı çəksin, kim istəsə başqa niyyətlərlə yanaşsın, bunlar imkansız bir şeylərdir. Çünki Allahın bir dənə yolu var, ilahi ədaləti var. O yoldayamsa mən o xidməti ölənə qədər davam elətdirəcəm. Xalq artisti bacarıqları ilə öyündü. Mən öz işlərimi özüm görürəm. Başqasının xoşuna gəldi, gəlmədi. Məsələn, evimdə, parkımda, ondan sonra bağımda nə edirəmsə öz zövqümlə eləyirəm və o zövqümdə təbiətlə qarmoniyası var. Təbiətlə ha. O Allahın möcüzəsi olan təbiətlə. Orada yaratdığım mühit təbiətlə birbaşa qarmoniyadadır. Çünki o da mənim daxili ehtiyaclarımdır. Demək istəyirəm ki, mən özüm üçün onları eləyirəm. Amma bu yanaşma başqasında olsaydı, onu bir biznesə çevirərdi. Mən biznesə çevirməmişəm bu günə qədər. Çünki öz ehtiyaclarımdır. Mənim əsas işim musiqidir, sənətdir. Şükür Allaha təzə mahnılar yazdırmışam. Çox aranjmanlarım olub, 5-6 dənə aranjmanım olub. Əjdaha ləqəbi ilə şou biznesdə ad çıxaran Nadir Qafarzadədən söz salıb, onu yerə göyə sığdırmadı. Mən Nadir Qafarzadəni bütün ifaçılardan fərqləndirirəm. Onun ifasındakı o yumuşaqlıq, o keçidlərdəki yumuşaqlıq onun xarakterində də var, kişiliyində də var. İndi başımıza bizim də işlər gəlir. Bəziləri əl çalıb oynayır, bəziləri dərindən narahatçılıq keçirir. Nadir Qafarzadə nadir müğənni kimi çıxdı, adı kimi nadir müğənni kimi çıxıb mənim arxamda elə durdu. Əslində bəlkə mənim ona ehtiyacım yoxdur. Amma onun duran o duruşdan sonra o ehtiyac demək lazım imiş və məcburən lazım imiş. Qarışqıya deyirlərsən, axı burada bir yanğın var, sən də gedib ora qoşulmusan, ağzında su aparıb o yanğının üstünə tökürsən. Sənin o ağzında apardığın o su bu yanğının sönməsində nə qədər rol oynaya bilər? Deyir, mən öz tərəfimi bildirirəm, öz mövqeyimi bildirirəm. Məsələn deyirəm, İraq olsun. Əsas məqsəddir və niyyətdir. Geyimlərinə gəldikdə isə Ağadadaş Ağayev deyir ki, bütün qardirobumu özüm müəyyən edib, geyimlərimi də tək-tək seçirəm. Yox, mənim qardirobumu məndən başqa kimsə seçə bilməz. Alanda da, bir yerə gedəndə də, yəni ancaq bu mən özə ən ağır işimdir bu.
oxumaqdan çox ağır işimdir bu mənim. Geyim seçmək. Geyim seçmək və onu hara necə geyinmək. Hansı ünvana gedirəm ki, ora mən necə geyinim. Bax, bu seçim məni həqiqətən çox yaxşı mənada yorur. Bir şey geyirəm, çıxardıram, geyirəm, çıxardıram, geyirəm, çıxardıram. Hər insanın öz daxili mədəniyyəti var. İstəyir bu musiqidə olsun, istəyir bu geyimdə olsun, istəyir bu həyatımızın, başqa sosial həyatımızın başqa məqamlarında olsun. Bu insanın daxili dünyasıdır. Bu dünyanın izahı yoxdur. Bu dünya ancaq sənə məxsusdur və sən də bunu özün həll eləyirsənsə, bu ən gözəli də odur. Çünki niyə? Başqası sənə fikir verə bilər, fikir yürüdə bilər, sənə bir müəyyən istiqamət verə bilər, amma ondan zövq almaq imkan. Bəlkə də onun fikirlərinə zidd bir dənə başqa bir dizayner gələr, başqa bir modelyer gələr, bir dənə fikir söyləyər, o da onu icra eləyər. Amma onun daxili dünyası ilə uyğun gəlməyəndə orada bir təzadlıq özünü biruzə verər. Düzdürmü? Elədir. Hə, mən o şeylərdən qaçıram. Bax, bir dənə də gözəl qardaşım gəldi. Allah mehriban eləsin. Allah Nadir haqqında dediklərimin hamısını Sağ ol. İzzətin haqqında da demək istəyirəm. Var olasın. İzzət mənim üçün müğənnidən başqa hər şey deyim də. O müğənnilikdə sözün də deyib, Təşəkkür ederim. möhürün də vurub, bu gün də davam elətdirir yüksək səviyyədə. Amma İzzət kişidir. Sağ ol. Kişi oğlu kişidir. Çox sağ ol. Allah O sağ ol. türklərin bir dənə sözü var, deyir əski adam olmaz. kimi adam. Əski olma. Adam kimi adam. Çünki bu imtahanlar verib. Çox sağ ol. Bu günə qədər yaşadığımız həyatımızda imtahanda mənim evladım xəstə idi. Mənim evladım Almaniyadaydım. Mənim bir dənə məclisim var idi. Dedim İzzət, səndən başqa heç kimə güvənmirəm. Sağ ol. Bir dənə o məclisi yola verə bilərsən, dedi baş üstə. Getdi. Özü yaxşı pula danışmışdım. Ada pul da götürmədi. Ada deyirəm, pul var amma pul var. Amma kişi tapanmadım bir dənə. Həqiqətən elə oldu. Səmimi deyirəm.